Astroloqlar qadınların güclərinə əsasən reytinqini tərtib ediblər və hansı xarakter xüsusiyyətlərinin ailə harmoniyasını ən çox pozduğunu izah ediblər. Siyahıya həm qısqanc, həm də həddindən artıq gözlənilməz partnyorlar daxildir. Şirbürcü qadınları diqqət mərkəzində olmağı sevirlər və partnyorlarından daim heyranlıq gözləyirlər. Əgər tərif və ya dəstək almasalar, münasibətlərdə münaqişələr çox tez alovlana bilər. Dolça bürcünün nümayəndələri çox vaxt öz qaydaları ilə yaşayır və məişət məhdudiyyətlərini sevmirlər. Onları klassik ailə modelinə bağlamaq çətindir və emosional məsafə bəzən evlilikdə problemə çevrilir. Qoç bürcü qadınları güclü xarakterə malikdirlər və münasibətlərə hakim olmağa çalışırlar. Zəifliyə dözmürlər, sərt danışa bilirlər və hər şey onların qaydalarına uyğun baş verəndə xoşlanırlar. Əqrəblər evlilikdə ən çətin tərəfdaşlardan biri hesab olunurlar. Onlar çox qısqanc, emosional və bağışlamazdırlar. Onlara hər hansı bir münaqişə asanlıqla əsl drama çevrilir. Astroloqlar əkizləri ən gözlənilməz arvadlar adlandırırlar. Onların əhval-ruhiyyəsi və istəkləri dərhal dəyişə bilər və bu da partnyorlarının həqiqətən nə istədiklərini anlamasını çətinləşdirir. Əkizlər gündəlik həyatdan tez bezir və tez-tez yeni emosiyalar arzulayırlar.